General Sisyanov buyurdu ki, Cavad xan 7 il əvvəl Zubovla əhnamə bağlayıb. Rusiyanın təbəsi olmağa razılıq verib. Bəs niyə əhdini unudur? Zubov davasız, savaşsız gelmişti. Bizi Tiflis'in ayağına vermedi. O vaxt vəziyyət elə tələb edirdi. Deməli bu Rusların adəti belədir. Əvvəl boş vədlərlə ayağına yer edəcək, sonra qılıncı koyacaq boynuna. Sərdarın qılınca ehtiyacı yoxdur. İndi top zamanəsidir. Top. Top görməmişik, üstümüzə topla, tüfənglə gələnin daha dostluqdan, qonşuluqdan danışmağa haqqı yoxdur. Özünə çox güvənirsən, xan. General, məni sizə Peterburqdan tapşırıblar. Tapşırıblar. Bu bir, sən öz işinlə məşğul olmaq əvəzinə həddi buluğa çatmamış qızlarla məsələnirsən. Bu iki, yetərincə qızıl yığmısan rüşvətlə. Bu üç. Mən çara xidmət eləyirəm. Əla Həzrət Rus imperatoruna. Elə biz də. Sən sakit ol. Sənin yığdığın qızıllarda heç kəsin gözü yoxdur. Heç kəsin. İndi isə mənə qulaq as. Xanların görüşü alınmayıb. Mən bilirəm. O gün orada qan düşüb. Saziş baş tutmayıb. İndi keçək əsas məsələyə. Siz döyüşlə şəhəri ala bilməyəcəksiniz. Bunun yolunu biz bilirik. Yalnız biz. Siz qalanı 2-3 ildə hazırda saxlasaz, Türklərin yetərincə ərzağı da var, sursatı da. Qalır bircə su. Əgər suyu kəssəz, şəhər o dəqiqə təslim bayrağını yuxarı qaldıracaq. Dağlardan gələn, saxsı borularla gələn suyun yolunu yalnız biz bilirik. Siz əsas qüvvəni Tiflis qapılarına yönəldin. Orada erməni çoxdur. Onlar sizin tərəfinizə keçəcəklər. Bir də ki, erməni məlikləri öz dəstələri ilə, cənab general. Yaxşı. Bunun əvəzində siz məndən nə istəyəcəksiniz? Heç nə. Bizi bircə bu türklərin əlindən qutaran bəsimizdir. Sonra. Bir də şəhər kənarında bir dərviş evi var. Köhnə, şeyx ocağı deyirlər ona. Onu verin bizə. Vəssalam. Ötə yüzyıllardır Türk, Alban kilsəsi bizə tabi olmur. Onlar gizli görüşlərini Türk, Alban kilsəsində keçiriblər. Fitnə fəsad yuvasına çevrilib müqəddəs kilsələr. Sizə elə gəlmir ki, onları ram etmək vaxtı çoxdan çatıb? Sənə an verirəm nəticə bağlama. Bizi bu bəladan yüksəl. Yurd yerimizi qəbr evimizə çevir. Amma bizi yurtsuz, vətənsiz qoyub cəlai vətən etmə. Gəncə torpağını kəfən elə bizə. Amma tapdaq altına salma dədələrimizin türbələrini. Kafirləri sevindirmə. İlahi sən verdin bu həyatı. Sən də alacaqsın. İlahi verdiğin bu canın vətən namus yolunda şəhidliyinə izin ver. Pərverdigara, al verdiğin bu canı, canından qopanları, ama bizim diri gözlü gavur dustağı olmağımızı rəva bilmə.